Əziz izləyicilərim, Xırdalan şəhəri 3 saylı məktəbin yanı Gürcübaş Sumqayıt yolunun kənarında sizlərə möhtəşəm təmir olunmuş 2 dənə yeni bir mənzil çəkib təqdim edəcəm. Mənzilimiz 2 qardaşa qismət olası bir mənzildir. Çünki 2 mənzil yan-yanadır, çox gözəl də təmir olunur. Girdik mənzilin içərisinə doğru çölü çəkdim göstərdim. 3 saylı məktəbin yanında sənə bir dənə mənzil tapmışam ki, bal kimi, möhtəşəm qiymətə, içi də əşyalı, köç, yaşa. Hamam sanuzəllər ayrı-ayrı 68 kvadratı bilsən neçə verəcəm? Padmaya qiymətinə. 1330 manat idi, nə qədər idi? Bax belə düşür. Əla qiymətdir. Hamamı sanuzeli ayrı-ayrı. Bura evin hamam otağıdır və nəzərinizə çatdırım ki, yerlər hər biri isti döşəmədir. Bura ayaqlı olsudur. Bu gördüyünüz pəncərə hissəsi evin mətbəxidir. Mətbəx mebeli, qazı, aspiratoru, hər şey hazır vəziyyətdədir. Xanımlar və bəylər, bir dənə qəşəng qonaq otağı. Bax görsən nə qəşəngdir. Mətbəxin pəncərəsini göstər oradan. Qonaq otağını açılır. Bax göstər. Ay yaşa. Qonaq otağı bax, özünün müstəqil bir pəncərəsi. Mərtəbə bilsən neçədir? Əladır, 2-ci mərtəbə. 2-ci mərtəbə bu qiymətə əladır. 13 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Tam təmirli. Qiymətə də aformut daxildir. Sənədləşmə pul evliyəsi qarşılayacaq. Buradan da keçirik evin yataq otağına. Baxın, divarın içinə şika dolabı yığılıb, yataq otağının müstəqil pəncərəsi, möhtəşəm yataq mebeli, işıqlı zadlı belə, maraqlı. Satış qiyməti 89.000 manat. Real alıcı gəlsin, yaxınlaşsın, gedə eviyyəsini danışaq. Telefonda qiymət söhbəti eləməyin. Real alıcısansa, gəl mənlə bir yerdə, mən sən tərəfdənəm. Gedək, eviyyəsindən danışaq, razılaşaq, aformatımızı elə Allah xeyir versin. Bugünü bu qədər, 68 kvadrat, 90 neçə idi? 89.000 manat, az qala qalxmışdı qiymət. Sağ olun.